Qurban Qurbanov var. Təbrik edirik sizi. Oyunu şərh etməyinizi xahiş edərdik. Təbrik edirəm ilk öncə azarkeşlərimizi. Sağ olsunlar ki, belə bir havada son vaxtlar belə bir inamsız vaxtda hansı ki biraz bizə futbolçulara biraz inam azalmış sanki. Amma o inamı yenidən qaytardılar və biz bugün onları stadionda görəndə həqiqətən futbolçular həddindən artıq motivasiyalı oldular və sanki bu qalibiyyət sanki azarkeşlərin haqqı idi. Hər birinə təşəkkür edirəm və futbolçularımı təbrik edirəm ki, sonraki bir oyundan qorxmadılar və sonraki bir oyun nizam-intizamını qoruyub saxladılar və belə çox möhtəşəm, yəni çox həqiqətən əsl böyük futbol idi bugün. Bugünkü qələbə sayəsində playoff mərhələsinə bir qədər də yaxınlaşdı. Qarabağ tarixinin ən böyük zəfəri adlandıra bilərikmi bugünkü qalibiyyəti? Təbii, elə yəni belə bir uğur olmamışdı. Əlbəttə ki, bunu mütləq adlandırmalıyıq. Elə bəlkə də hal-hazırda elə Azərbaycan futbolunun ən bəlkə də böyük belə uğurudur. Və çox məmnunam və şükürlər olsun Allah, bugün Allah son saniyələrdə belə bu cür qalibiyyət bizə nəsib elədi. Qurban müəllim, bütün Azərbaycan ictimaiyyəti, futbol ictimaiyyəti adından sizi və komandanızı təbrik edirik. Uğurlar arzulayırıq. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Mən də sizi təbrik edirəm. Çox sağ olun. Böyük qələbələrin memarlarından, Qarabağın bugünkü qələbəsinin memarlarından Qurban Qurbanovun dəyərli fikirlərini dinlədik. Buyur Ramiz, söz səndə.